6 yaşında ictimai siyasi proseslerle tanış olup sonradan özüm de onun bir iştirakçısına çevriləndə indi dayandığım yere çatacağımı fikirləşmirdim. Ama lap o vaxtdan xəbərim olsaydı ki, geleceğim yeri həbsxanadır, müstəqil jurnalistlərin hamısına qaçaq malçı davası vurulacaq. İndiyə qədər gördüyüm işlərdən heç nə əskilməzdi. Öz-özümə sadəcə bunu deyirəm. Reportaj hazırlamışıq, əlcəb eləmişik, ifşa eləmişik, yaxşı eləmişik. İndi lap 3 yaşında uşağı dindirib danışdırsan ki, əzizim, səncə bu jurnalistlər nə üçün həbs olunur? O belə cavab verər ki, elə jurnalist olduqlarına görə. İlham Əliyev bizi həbs eləməklə dəyişdirmək istədiyi bir həqiqət ki var. Onu dəyişdirə bilməyəcək. Qaçaqmalçının yirkəsi ilə İlham Əliyevdir. Qaçaqmalçıların himayəçisi ilə İlham Əliyevdir. Biz jurnalist fəaliyyətimizə görə həbs olunmuşuq. Heç nədən peşman deyilik. Həbsdən çıxdığım ilk gün reportaj hazır olmağa gedəcəm. Özünüzdə müğayət olun, yaxın bir neçə ildə görüşərik.